Ərdoğan məcburdur ki, həm də ictimai rəy üçün danışsın. Türkiyənin ictimai rəyi üçün. Türkiyənin ictimai rəyində vəziyyəti hamımız bilirik. Yəni, Fələstin məsələsi ciddi məsələlərdən biridir və Türkiyə seçkiləri olan demokratik bir ölkədir və hər dəfə liderlər danışanda növbəti seçkiləri də nəzərdə tutub danışırlar. Yəni, ona görə də mən düşünmürəm ki, məsələn, Ərdoğanın publika üçün, ictimaiyyət üçün dediyi fikirlərlə danışıqlarda dediyi fikirlər eynidir. Məncə eyni deyil. Yəni, bu bəzən siyasətçilərdə belə gedişlər olur. Yəni, publika üçün, öz seçicisini ayaqda tutmaq üçün, diri tutmaq üçün, yaxın tutmaq üçün daha kəskin ritorikadan istifadə edirlər publik çıxışlarda, amma danışıqlarda daha, belə deyək də, diplomatik dil və üslubla problemlərin həllinə çalışırlar. Mən belə dərinə getsək, İsraillə Türkiyənin anlaşa bilməyəcəyi belə bir məsələ yoxdur. Əgər söhbət Fələstindən gedirsə, bu axı Türkiyənin problemi deyil tək.